sesin, kulağımda yok sensin. Elə bil ki ürəyim yaralı qalır. Hələ öyrəşməmişəm belə yalnız özümə. Hələ çox şey demədim mən sənə. Eşqə pişman deyiləm, vazgeçən də deyiləm. Ayrı olsa da yolumuz sevinəm hərdən aradan. Bəni gizli sal yadan, bilirəm başqası vardır yanımda. Hərdən aradan məni görməyə sən gəl. Məni hər şeydən çox sevirsən əgər. Hərdən aradan məni gizli sal yadan, bilirəm başqası vardır yanımda. Hərdən aradan məni görməyə sən gəl. Məni hər şeydən çox sevirsən əgər. Sənə bir söz demirəm, ürəyimdə çəkirəm. Bütün hər şey sonsuz evdə qalır. Məni dərddən qoruyan, güvəndiyim bir adam. Mənə indi hamıdan çox uzaq olur. Hələ öyrəşməmişəm belə yalnız özümə. Hələ çox şey demədim mən sənə. Eşqə pişman deyiləm, vazgeçən də deyiləm. Ayrı olsa da yolumuz sevinəm hərdən aradan. Məni gizli sal yadan, bilirəm başqası vardır yanımda. Hərdən aradan məni görməyə sən gəl. Məni hər şeydən çox sevirsən əgər. Hərdən aradan məni gizli sal yadan, bilirəm başqası vardır yanımda. Hərdən aradan məni görməyə sən gəl. Məni hər şeydən çox sevirsən əgər. Məni hər şeydən çox sevirsən əgər. Məni hər şeydən çox sevirsən əgər. Hər vaxtınız xeyir olsun. Sən bilirsən də mən bu mahnını nə qədər sevirəm də. Bu mahnı Həqiqətən, hərdən arada mahnısını ən çox sevdiyim ifanda olan mahnılardan. Bunu oxuyanda mən bir təhər oluram. Sevgidən yarımsan yoxsa yarımamsan? Yarımamışam, yarısaydım burada nə işim var idi? Ona görə yarımamsan deyə sən bu mahnını sevirsən. Ne olur? Uşaqlar, ay nə deyəcəydim yadımdan çıxdı. Ekran qarşısında əyləşən tamaşaçıları salamlayaq və dərhal Ötürü sonra yalnızdır. bizimlədir bərabər Şoben! Və Fərdə xalanı buradan salamlayırıq. Oğlumuz Əmin əllərdədir. DJ Nano bizimlədir. Şoben eşitdin Tarkanın mahnısı necə? Yox, eşitmədim. Yaxşı, bir də eləyərlər, qulaq asarıq birazdan. İndi nə ifa eləyirdi? Ya, tam bir dinləmə.
halal. Əslində Tarkan mənim uşaqlıqdan ən sevdiyim müğənnidir. Buna baxmayaraq canlı efirdə hər gün Zeynalsa olur. Tarkan bəlkə belə işsə belə də oxuyar. Belə də oxuyar. Niyə də yox? Bizim birdən Yoxsa gördüyüm elə ki, canlı efirə qoşuldu. Hətta bilmək olur. Sən yoxlusan elə bir hiss elə. Yoxlu deyiləm. Yolda gəlirdim deməli. Avtomobilimin təkəri boşaldı. Təkərə düşdün. Təkərə düşdüm. Və məcbur oldum taksiyə oturdum. Taksidə də deməli taksi sürücüsü. Aha. Maşallah köhnələrdən. Elə yavaş-yavaş sürür. Elə söhbətlər eləyir ki, yəni mən gəlib bura çatanda dedim o şükür ay Allah, şükür. Mən özüm sürətli sürməyi sevirəm düzdür qaydalara uyğun olaraq. Bizim qonağımız var. Oy, bizim Əlbəttə ki, qonağımız özdə qonaqlarımız maşallah mən artıq Boldur bu günlərdə qonaqlar. boldur, həm də boldan da əlavə artıq neçə illər tanıdığım bir insanlardır və neçə illər mənim də bu ən yolda getdiyim bir insanlardır. İkisi də yəni biri yəni belə efirdən tanıdığım bir insandır. Yəni bir sferada. Biz bu günləri onu daha yaxından tanıyacağıq. İnşallah daha yaxın. Amma iki nəfər olan insan isə mənim uşaqlıq illərimin xatirələrində olan mənim də illərimin həqiqətən dostlarıdır. çox bəyəndiyim, ifasını bəyəndiyim əməkdar artisti birinci qonağımız və hətta biz uzaq yol da çıxmışıq. Daha doğrusu uzaq yola gedəndə rastlaşmışıq. Əməkdar artistimiz Zaur Əmiraslanov gəlir. Zaur əli dolu qəlbi. Sən mən Qazaq öz sözün deyirdi ana bu. Xoş gəlmişsən. Salam əleykum. Əslində sevinməyin, bunu özümə gətirmişəm. Elə hiss olur, onsuz da bizim bu boyda adama çatmıyor. Yox, mən zavtrıq eləməmişəm səhər. Zavtrıq eləməmişəm. Nə deyirlər ona? Səhər yeməyi. Səhər, ay nə tər gözəl sözlərdir, nə gözəl. Hayır, zavtrıq da qardaşım, zavtrıq. Zaur maşallah. Oturub bunu yeyəcəksən. Bilirəm, 10 kilo kökəlmişəm. Çox qəşəng yaraşır. Çox sağ ol. Zaur balacalaşır, biraz kökəlmirsən, arıqlamısan. Əlim, olar qoyun. Hə, qoy, çox sağ Əlbəttə ol. olar. Ağzın şirin olsun. Reklamda amma eyb yox. Azad bizə çay gətir, nə olar Burada Azad? hər şey olar, bilirəm. Hə, burada olar. Mən Oturub düzün səhər desəm- yeməyi yemək istəyirsən, amma mahnıdan dərhal Hə, sonra yaxşı, bizim sonra üçün deyim. ac qarnına bir mahnı oxu, sonra Yaxşı. söhbət eləyəcəyik. Söhbətlərimiz qarnına bahalı davam olur ha, edəcək. çətin. Bahalı olur. Problem yox. Ay, Her
Danışaram ömrümün nağılını onlara. Na 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 na. Kapı kapı gezer paylanar. Bütün nağılların içinde nağılım var. Nağıla bürünsün dünya. Bitmesin sevgi nağılı. Na 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 nağılar. Beni sevenlerin yanılar. Danışaram ömrümün nağılını onlara. Na 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 nağılar. Kapı kapı gezer paylanar. Bütün nağılların içinde nağılım var. Nağılım var. Bravo, bravo, süper bir mahnı. Ay sağ ol. Bu bəstə, mahnı, sözlər kimə? Gibi. Gibi. Gibi, Musikisi Gibi, sözləri İkram Əliyev. Yeni bir mahnıdır. Siz çox gözəl rəqs elədiniz, buyurun. Bəs mən, mən Mənim Təbii. Sağ ol. Görürsünüz, Sağ ol. Ay Allah, nə tort yaxşı balaca oğlandır. ola bilər, amma bizim için görün nə Çox sağ ol. gətirir. Pul böyükdür ancaq. Pul böyüdür. Pul böyüdür. Allah ürəyincə versin. Çox sağ Bəli, ol. bizim bir qonağımız da var. Səidə. Deməli, Səydən başı qarşı. Səidə hardasan? Yığışıb uşağı yığışdırmır. Əminsən sən canlı yayımdasan? Səyidə. Biz Deməli, Ay bala. Space Sən elə telekanalının Bakı əmək payızında necə idinsə indidir. Mən heç vaxt dəyişməyib. Mən bilsən nələr çəkirəm mən burada. Qardaş, Səidə bilirsən, Sultan. imkan vermir danışam. Deməli, Space telekanalının siması gəlir. O bir sözdən biləcəksiniz kim gəlir. Gəldim, gəldim, Mikail gəlir. Hoş gəlmisən. Həmişə sən Elə gəlirsən. Novruz demişkən gəldim, gəldim. Salam Bravo. aleyküm. Xoş Hoş gəldin. gördük. Hoş gördük. Əsl şovda, sevimli şovunun aparıcısı Mikail Biz qovamırıq buradadırsa, da. Aha. Novruz buradadırsa, Buradayıq. Səidə Sultan buradadırsa, Buradadır. bugün Nə olacaq? Zaur da buradadırsa, Əsil şov olacaq bugün. keyfimiz olacaq saz kimi. Əlbəttə Bəli. ki, bizə şeir deyəcəksən bugün. Mütləq. Şeir sözsüz olmalıdır. Sözsüz. Mikail hardadırsa, Harda? düzdür bu gün Nofel Müşə, yoxdur amma özün də şeir var. yazırsan. Bəli, elə əksəriyyətin özüm yazıram, Hə. amma digər şairlərin gözəl. şeirini demək daha mənim üçün rahat olur. Bu Çünki günləri- öz yazdıqlarımı əzbərləyə bilmirəm. Əzbər bir çox şairlərdə problemdir ya. Bu öz yazdıqlarını əzbərləyə Baxmayaraq bilmirlər. ki, mənim adaşım Mikail Müşfiq öz yazdığı şeirlərin hamısını əzbər bilirdi. Yəni burada əyləşmək də olar. Əlbəttə, ürəyiniz istəyir. Burada da əyləşmək olar. Bax Mikail, bax burada. Harda? Bax burada da Orada əyləşmək rahat. olar. Yəni ürəyimiz harda istəyir, əyləşirik. Yəni- Ya birdən əgər yuxusuzamsa, yəni orada da, yəni Yatmaq? Yatmaq Yox, yox, da yox, olmaz. qəti. Olmaz. Canlı efirdə yatmaq olmaz. Mikail abi sen bizim için ne getirdin? Bak Zavur abi konfet getirdi. Sonra tort getirdi. Pencəyi verib yəni bizə gedərsən. mən elə Mən özüm olan gəlmişəm. pulumu pencəyə verib Can, xoş gəlmisən. Gəlmisən bizim zarafat verimizə. edirəm. Xoş Həmişə gəlmisən. Sən gələsən. Həmişə sən gələsən. Xoş gəlmisən. İndi tamaşaçılar, bir qonağımız da var. Reklamlara bağlanırıq. Reklamlardan dərhal sonra Əsil Show'da görüşürük. Verilişin
baş sponsoru Lizer kalbasalarıdır. Azərbaycanın bütün marketlərindən Lizer kalbasalarını əldə edə bilərsiniz. 90-dan artıq çeşidi var. Bura hissə verilmiş servlat, bişmiş həvəskar, doktor, maşa və ayı, toyuq, pəhriz kalbasaları, hissə verilmiş bud və s. kimi kalbasalar və sosislər var. Bu məhsullar Rusiyadan gəlmiş texnoloq və mütəxəssislər tərəfindən hazırlanır. Lizer kalbasaları mükəmməl dad, yüksək keyfiyyət deməkdir. Telefon nömrələrini xatırladım. 050 201 02 91 012 465 69 07 və digər sponsorumuz Aerotur Turizm şirkətidir. Yay olanda hər kəs istirahətə yollanır və iş adamları yollanır. Mütləq Aerotur Turizm şirkətinə müraciət edin. İnanılmaz dərəcədə kampaniyaları var, xatırladacağım. Dünyanı rahat şəkildə gəzmək istəyirsinizsə məhz Aerotura müraciət edin. Bütün istiqamətlərə aviabilet və otellərin sifarişi Şengen, Amerika, Britaniya və digər ölkələrə vizaların alınmasını təşkil edir. Bundan əlavə dünyanın 100-dən artıq şəhərində qarşılanma və yola salınma turizm şirkəti tərəfindən həyata keçirilir. Deməli, ünvan Azadlıq prospekti 201H 012 449 45 97 012 408 43 73 050 265 43 53 və bir kampaniyanı da xatırladım ki, Aeroturda misli görülməmiş kampaniya deyirdim. Bax, bu kampaniyadır. Maya dəyərindən ucuz satışlar, yalnız bir gün xoşbəxt saatlar kampaniyasına qoşulun. Turizmlə əlaqəli yalnız bu günə aiddir. Hər şey aviabilet, tur paket, transfer, otel, viza çox ucuz qiymətə təşkil olunur. Yalnız 25 aprel səhər saat 10-dan axşam saat 6-ya qədər zəng edib Facebook səhifəsinə yazaraq kampaniyadan yararlana bilərsiniz. Telefon nömrələrini də bir daha xatırladıram. 012 408 43 73 050 265 43 53 və Facebook ünvanı aerotur.az. Mütləq zəng vurun, kampaniyadan yararlanın. Bəli. Növbəti hələ davam edirik. Canım mənim. Növbəti sponsorumuz gördüyünüz kimi sponsorlarımız arada qeyləyirlər ki, yaxşı eləmişsiniz. Uyub ama yıxılmışdım, yaxşı eləyəcəm. Təmiz pərdə, yaxşı baxın xanımlar. Əlverişlidir. Həmişə dediyim kimi, həmişə də olduğu kimi gəlirlər, özləri təmizləyirlər, yollar, heç kəsə əziyyət vermədən xanımlar keyf eləyirlər də. Təmiz pərdənin ünvanı 7-ci mikrorayon Azadlıq metrosunun yaxınlığı. Telefon 012 563 62 64 051 574 74 00 070 709 39 89. Təmiz pərdədən də istəyən xanımlar, almaq istəyən xanımlar İtaliya, Türkiyə istehsalı olan pərdələrdən də təmiz pərdədə sifariş verə bilərsiniz. Xanımlar, yəni qaçırmayın. Yaxşı bir şeydir. Bacı məsləhət görür. Vəssalam. Və növbəti sponsorumuz isə gördüyünüz kimi Oskar Günəbaxan tumları. Xahiş edirəm, bir alqış gəlsin. Gördüyünüz kimi Oskar Günəbaxan tumları tər-tərdə istehsal olunur. Məhsul tam gigiyenik qaydalara riayət olaraq əl dəymədən qablaşdırılır. Oskar tumları aprelin 1-dən başlayaraq müddətsiz və bol hədiyyə kampaniyasına start verib. Keyfiyyət və hədiyyənin əsl ünvanı neresi? Oskar. Və burada da bizim tamaşaçılarımıza hədiyyələrdən veririk. Sizə indidən verək. Qonaqlarımıza verək. Qonaqlarımıza da verək. Ver, tamaşaçılara da ver. Və növbəti sponsorumuz, uşaqlar səbirli olun. Növbəti sponsorumuz isə nə gəlir? Saç dökülməsi və baş dərisində olan xəstəliklərə son. Uzun illərdir Türkiyədə uğurla fəaliyyət göstərən bitki dərman saç bərpa mərkəzi artıq Bakıda fəaliyyətə başladı. Saç müalicə dəsti 8 məhsula daxildir. Məhsul, elə eləmə, xətirlərinə dəyər. Baxımlar xətirlərinə dəyər. Deyir, içindəkilər xahiş edirəm, çıxartmayın. Çox sirkələmə, çalxalama çox, xarab olur. Çox gözəldir və saçda problem olan insanlar mütləq şəkildə bitki dərmanından istifadə etsinlər. Tökülmə problemi var, dayanıb artıq. Onda ilk tutmusan yəqin bitki dərmanı. Dayandı artıq. Çox gözəl, yaxşı xəbərdir bu. Ondan istifadə eləyəcəm, amma mən onda sizə 35 yaşda artıq dayandı. Çox istəyərdim bitki dərmandan qonaqlarımıza da hədiyyə eləyək ki, qoy onlar da istifadə eləsinlər. Telefon nömrələrini də xatırlat, telefon nömrələri qaldı. Telefon nömrələri 055 392 67 00 012 567 34 75. Ünvan isə Mirzabala Əhmədzadə küçəsi, ev 6. Mənzil nədir? Anlamadım ya abi. Bəli, mən oxuyuram. Mən bu dərmanları qaldırdım. Deməli, Mirzabala Əhmədzadə küçəsi, ev 6, mənzil 51, Nərmanlı Parkın arxası, telefon nömrələri 055 392 67 00 012 567 34 75 mütləq. Və yaz kampaniyasında xatırladım bir daha, aprelin 3-dən 25-nə kimi saç dərisində
Əgər problem varsa müayinəsi pulsuzdur. Bəli, və bizim digər qonağımız da var. Mən istəyirəm ki, kimdir bu sponsorumuz? Heç kim, heç kim. Heç kim. Qoy mən digər qonağımı deyim də. Olar. Əlbəttə olar. O sənin Digər canın qonağımız- ciyərindir. O sənin gözəlliğindir. Bunadır. Digər qonağımız mənim uşaqlıq illərimin dostumdur. Digər qonağımız mənim canım ciyərimdir. Digər qonağımız, mən belə deyərdim, hətta bizləri çox şeyləri başa salan bir xanımdır. Dəfə. Doğrudan deyirəm, yəni yox, səmimi sözümdür. Həyatda elə şeylər var ki, bəlkə mən 23-24 yaşında o şeyləri qavramırdım, anlamırdım ki, sadəcə olaraq ondan sonra Məsləhətləşirdi. ondan Sizə çatdırım ki, səydən yaşı azalır, çoxalmır. 23-dən aşağı, indi 15 yaşı var. Həqiqətən azalır yaşın. Mən Mən qəlbəm istəyirəm cavanam, dəvət ha. eləyək. Azalır, hamı da çoxalır, səndə azalır. Bəli canım. Deyirsən mən dəvət eləyim, mən dəvət eləyim. Mən dəvət canım, eləyim, mən. Mən bacım, mənim hər şeyim Xuraman Şuşala. Ay teşekkür ederim. Hoş geldin. Teşekkürler. Çok sağ olun. Sabahınız hayırlı olsun. Salamlayıram. İlk dəfədir qonağınızam. Səydə, sən canım. uğurlarıma sevinirəm. Şükürlər Sağ ol olsun canım, bugündən. Xoş gəlmisiniz. Hoş Həmişə gördük siz səni. gələsiniz. Sən də. Teşekkür Buyurun ederim. əyləşin. Buyurun, Ürəyiniz harda tamam, istəyir abla. əyləşə bilərsiniz. Buyur ay bacım. İstər orada keç ki, mən o qonaqlarımıza tortla çay verim. Hə, Mikail Zaur abi qardaşım. bizə çay Mən gətir, tort gətir bax. üzr istəyirəm. Buyur. Mən istəyirəm ki, Səidə xanım haqqında biraz informasiya verim. Yəni Aha. Səidə xanım 10 il Tanımırlar da bundan Səydən. Yox, 10 il bundan Yo, qabaq, o yox, başqa şeydən Ada, danışıram. bir dəqiqədir yan 10 il daqiqə bundan keçir. qabaq Bakı payızında belə qayğıkeş və belə ailəcanlı değildi o. İndi 5 yaşından 15 yaşına qədər talib deyirlər, nə deyirlər, gözləyirik. Allah xoşbəxt. Taliblərini Arzu, mənki talibdən bekliyoruz. keçir. 5 yaşından 15 yaşına qədər. Biz sən niyə? Biraz yaşlı adam olsa ürəyi partlayıb öləcək sənin əlindən. Mən hansı evə düşdümsə, bax doğrusu özümə görə Düşdün demirəm. nədir? Evə nətər paraşutla düşmək Yox istəyirsən? da, harasa köçsəm də, əgər inşallah Allah Köçsəm Mən O başa düşmürəm. evdə- Mən həmkarımdan nə istəyirsən, nə Bilmirəm, ay qardaşlar? qardaş, mən o Mən- evdə mən- necə bir Bircə hər dəqiqə şey mən- bayram. izin verin, görün getdiyi evdə Keçən- nə Mən hansı deyəcək, evə Səidə. düşsəm, Ay Səidə. bilin ki, o evdə bayramdır. Belə Məncə gəlir də ki, bayram. hər gün bayram olacaq. Eləlilə oynama, hər gün. qaynana da, Ya qaynana da. doğrudur ya. Səydə çox maşallah Pozitiv maşallah. Elə bir ki insandır, Səydən biz qonaq çağırmışıq da Səydiyə tərif deyirik. Səidə xanım Əslində mən gəl icazə əyləşək. vermirəm, ha Gəl Səydən tərəfləmə. əyləşin. Bu günləri icazə verirəm. Allah xeyir versin. Mən özüm qıdıqlayırdım ki, görüm səndən nə çıxacaq. Xoşuna gəlmir ha bizim təriflərimiz. Nəsə var ha. Mən qınamayın məni Mikail birazdan qardaşım, internet yazacaq. istəyirəm bir şeir deyəsən. Amma bəlkə o mikrofonla Musiqi, deyək. o mikrofonu. Yox, bu mikrofonla deməyin. O mikrofon Mikail, ən Bu yaxşı. mikrofonla Mən daha yaxşı. ağlamasam, Bəli, bəli. mən Bir dəqiqə ağlamasam üzr incimə istəyirəm. məndən. Mikail üzr Yox, istəyirəm. yox, ağlamaq şeiri demir. Abi bir dəqiqə üzr istəyirəm. Uşaqlar, bu mikrofonla səs qəşəng gedir ora. Yaxşı gedir. Qəşəng getmir. Bax onu verin, onunla desin. Onunla deyin. Bəli, Əslində ona da səs danışır. verin. Qırmızı ilə. Buyur, Bəli, buyur, qırmızı buyur, ilə. buyur. Fərqi var. Qırmızı ilə. Səydən Var xətrinə fərqi, 10 var. kimi rəngi. Ona biraz Əla, səs qırmızı verin. əla. Mikailin şeirini eşidək. Qırmızı İnşallah əladır. biraz yavaş ifa edin. Yo, bircə dəqiqə mövzunu deyin. Bir dəqiqə. Sonra o şeiri deyim də. Bizdə ümumiyyətlə verilişin mövzusunu deyirsən. Yox, yox. Ha. Hansı mövzuda istəyirsinizsə. Hə, hansı sənin ürəyindən nə gəlir ümumiyyətlə? Bax sabah durmusan, gəlmisən, sənin fanatların oturub gözləyirsən. Ürəyindən nə gəlir? Məncə Qazax haqqında desin, mən xahiş edirəm. Qazax haqqında. Yox, Mən Qazaxlısan istəyirəm Qazax ki- haqqında səndir. Naxçıvan haqqında bir şeir deyəsən. Mən də istəyirəm Ay, Naxçıvan yox, haqqında. gəlin yeri pərəstləyirəm. Ona görə də gəl ürəyin nə istəyir denə getsin. Ağlayarsınız hamımız. Hə. Bəlkə başqa mövzuda deyək. bu yerlərə Se- Sevgiyə aid. Sən Allah Hə, hə. deyəsən polis çağırım. Polisin Sevgi. ya da adı öyle demə. Şeiri deyirsən Deyirəm. qardaş. Buyur onda denə. De Mikail. Kömək elə mənə. Kömək elə mənə, unudum səni. Məndə rahatdaşım. Sən də rahatdaş. Mən səni yox sayım. Sən də ki məni. Məndə rahatdaşım. Sən də rahatdaş. Bizi bağlayan ip incədən incə. Qırılsa düşəcək hərə bir küncə.
Bu işin çarəsi tək budur məncə. Mən ölüm, sən dayan gözlərində yaş. Məndə rahatlaşım, sən də rahatlaş. Bilirəm, qoymuşam iz ürəyində. Dözülməz olsa da döz ürəyində. Bu eşqi dəfn edib öz ürəyində altına bir daş qoy, üstünə bir daş. Məndə rahatlaşım, sən də rahatlaş. Bu zülmün əlindən ölüm mən gərək. Dayansın, qəfildən vurmasın ürək. Sən gəlib qəbrimə əlində çiçək, deyəsən bu sözü məzarımda kaş. Mən artıq rahatam, sən də rahatlaş. Kömək elə mənə, unudum səni. Məndə rahatlaşım, sən də rahatlaş. Çox sağ ol. Bravo. Çox sağ olun qardaşlar, var olun. Elə indiyənə kimi mən əsr şouda həqiqətən sözün əsl mənasında. Qardaş, bu mən qədər səni tövr televizorda verməmişdim. görmüşdüm, amma canlı heç izləməmişdim. Allah sənin canını Allah sənin. səni- Qadın ana. Allah səni xoşbəxt etsin. İndi isə əzizlərim, Zaur və Mikail, iki güclü bəy. Mən istəyirəm siz pencəklərinizi çıxardasınız və yaxın gələsiniz bu stolun yanına. Mən sizə bir oyunum var, onu oynayaq birgə. İgidlər. Olmaz bu cürə şeirdən sonra. Bəs dinamika qatın. Hər şey Oturaq bəlkə gözəl, ağlayaq. hər şey. Oturaq ağlaşma eləyək burada. Çox əla şey. Mikail, mən səndən xahiş edirəm. Zəhmət olmasa buyurun gəlin. İki bəyin ikisi də. Yuxumu qarışdırmışdım, bilirdim bu gün nəsə oldu. Əsl şoudur bura. Bura Novruzun qonağı olmaq elə hər adama qismət olmur. Hər adam da Novruzun bu dediklərinə əməl eləmir. Amma siz əməl eləyirsiniz, sizə halal olsun. Qorxmayın. Bəh, bəh. Hə, uşaqlar salfetka bir dənə xahiş Yo, bu edirəm. mahnı nəsə Yallah. deyir. Bu Hə. mahnı nəsə deyir. Bizim ümumiyyətlə Siz gedin playlistimiz güləşin, mən də əladır. sizə qəşəng çay Mən verəcəm. sizə açıqlama Səidə verim. bacı sizə çay Başa verəcək. siz Zaur'u döydürməyə gətirmisiniz bura. Zaur heç döyülən oğlan oxşamır. Zaur, mən sizə bir şey Mən deyim bir də Zaur zəng haqqında. eləyim Çox uşaqlara. ürəkli Deyəm oğlandır. Qazaxlı uşaqlara zəng eləyim deyə gedim. Ben sizin için mikrofon tutacağım. Siz İgidlər diyarının qol güləşini eləyəcəksiniz. Özdə Udzanı da cərmələyəcək, Udanı da cərmələyəcək. Hazırsınız musiqiçilər? Qardaş, cərimə nədir? Dinən Start eləyə verəndə. indidən. Yox. Cər İlk öncə sirdir. 50 qəpik qurban olaram bax bu pula mən. Qoyaram cibimə, ya siftə. Qardaş, gəlsən bunları. Ver gəlsin. Bax vermir. Canlı efirdə görün nə qədər pul çıxartdı Mikail. Sonra deyirlər ki, bu məşhurlarda pul yoxdur. Heyf ki, mənim cibimdə. Maaşı dünən almışam. Hə, maaşıdır. Allah bol eləsin, zarafat edirəm. Sən də rahatlaş, sən də rahatlaş. Sən yaxşısan, 50 qəpik çıxardırsan. Yaxınlaşın. Yaxınlaşın, əllərinizi qoyun, görün stola. Qaqa, mən heç vaxt dizimi yerə qoymamışam. Düzvü yerə qoymamısan. Qoymayacağam da. Bura igidlər Gəl gəldi. ayaq üstə Dizimizi eləyək. yerə də qoyarıq. Ayaq üstə yaxşı. Ay, oturun görək. Bax. Sağ ol. Ay yoxsa Bir dəqiqə. Stop. Bir dəqiqə. Xahiş edirəm. Əlinizi verin. Sən bir dəqiqə Türküm deyən bəs. harda Mən bilirsən sən bu? mən özüm qol gücü eləyən adamam. Məhəllədə hər gün qol gücü eləyirəm. Lift show. gəl eləyək. Sən lift showda məndən idin, hə, Ağadır, yadımdadır. bayan indidən əlimi sındırır. Da Ay qaqa, sən get gör neçə kilosan. Məndən soruş gör mən neçə kilo. Sən nə varsan? deyən. Düzəldirəm. Sən Qubadlıdansan sən. Sən ala qoy bu qolu. Mən start verim, özləri bilərlər. 1 2 Nə bir dəqiqə deyən Ay Allah, Zaur, sən çox cığalçı adamsan Zaur. Mən səni belə bilməzdim. Deyəndə belə. Yo, sıxma, əlimi düz. Zaur deyib udacam. Bu düz deyil axı, bu düz deyil axı. Görürsüz, ona görə də icazə verin mən start verim. Əlimizi buradan tutun bax. Aha. Nə danışırsan? Kişi udar da uçar. Burada nə var, mən bilmirəm. Ha, elə eləmə, elə belə. Mən bilsəydim qol gücü bu qədər çətin olacaq. Adın neçə var? Deməli, Ya sayıram. 1 2 3 1
Bravo. Gördünüz? Yəqin ki, gördünüz, bildiniz kim uddu, kim uduzdu. Cərimələrimiz olacaq. Reklamlara bağlanırıq. Reklamlardan dərhal sonra Əsir Show'da görüşürük. Verilişə Əsir Show'ya baş sponsorluğu, Lizer kalbasalarının baş sponsorluğu ilə baxırsınız. Azərbaycanın bütün marketlərinə yaxınlaşıb Lizer kalbasalarını soruşa bilərsiniz. 90-dan artıq çeşidi var. Bura hissə verilmiş servolat, bişmiş əvəzkar, doktor, maşa və ayı, toyuq, pəhriz kalbasaları, hissə verilmiş bud və s. kimi kalbasa və sosislər daxildir. Bu məhsullar Rusiyadan gəlmiş texnoloq və mütəxəssislər tərəfindən hazırlanır. Lizer mükəmməl, dad, yüksək keyfiyyət deməkdir. Telefon nömrələrini də xatırladım. 050-201 0291 012 465 6907 qonaqlarımıza da hədiyyə verəcəyik bu kalbasalardan və təşəkkürlərə keçirəm. İlk öncə geyimimə görə təşəkkürümü bildirirəm Scarlezioniyə. Əgər fərqlənmək istəyirsinizsə Scarlezioni butikinə üz tutursunuz. Deməli, ünvanı da xatırladım. Azərbaycan prospekti 38 Şahmat klubunun yanında. Telefon nömrələri 012 594 80 27 050 615 75 75 və bizim fotoqrafımız var. Daima gəlir şəkillərimizi çəkir. Fotoqraf İsmixan, telefon nömrəsi 050 488 98 92 və saç düzümümə görə, saç qırılışına görə dərin təşəkkürümü bildirirəm. Bu dəqiqədə bizi izləyir, səhər mənə saçımı düzəltdi və yola saldı. Stilist Elnar 055 412 14 12. Çox sağ ol və Səidənin əynindəki libas necədir? Bir alqışlayaq. Libasa görə Las Vegas mağazalar şəbəkəsinə təşəkkürümüzü bildiririk. Ümumilikdə 3 mağaza fəaliyyət göstərir. Bunlardan ikisi Nərmanov metrosunun yaxınlığı, Ağa Neymətullah küçəsi 54 və 44 digəri isə Memarican metrosunun yaxınlığında yerləşir. Telefon nömrələri şəhər nömrələridir. Yəni ev telefonlarından zəng eləyə bilərsiniz. 566 51 32 514 11 53. Saç düzümünə görə isə Vox salonuna Yo, o salon deyil. O salon deyil, yaxşı. Elə yazılıb da, elə yazılıb. Hə, mən səhv elədim. Hansıdır? Saç düzümünə və makyaja görə isə Beauty Kristal salonuna təşəkkürümüzü bildiririk. 012 490 80 92 012 490 80 93 nömrəsinə dərin təşəkkürlərimizi bildiririk. Zəng eləyə bilərsiniz dediyim telefon nömrələrinə. Aynur və Sevaya təşəkkürümü bildirəm. Aynur xanım və Sevil xanıma təşəkkürümü bildirəm. Sevil xanım saç düzümü, makyaj isə Aynur xanım. Qızlar öpürəm sizi, çox sağ olun, var olun. Mikael sənə də təşəkkürümü bildirirəm. Çox sağ ol. Qardaşımız nömrəyə təşəkkür elədim. Yox, nömrəyə dedim ki, təşəkkürünüzü edir. Bu nömrələrə zəng eləyə bilərsiniz. Bizim informasiya dəstəkçimiz də var, Publika Az. Publika Az informasiya dəstəyinə görə dərin təşəkkürümü bildirirəm. İsaya dostumuzu salamlayıram. Burada olan bütün hadisələr məhz Publika Azda çıxır. Bir də bir təbrikimiz var. Bugün bizim gözəl bir müğənnimiz var. Mən deyərdim ki, mən yəni öz adımdan danışıram ki, mən elə oxumurdum. O artıq uşaq yaşlarında festivallara gedirdi. Prezident təqaüdçüsüdür. Prezident təqaüdçüsüdür və artıq o sözünü demişdi. Biz elə uşaq onu, belə deyək, balacaydı deyə biz onu sevirdik, həmişə izlədik. Amil Həsənoğlunun ad günüdür. Amil, təbrik edirik səni. Tamam olur. Öz adımdan. Və daha bir təbrikimiz var. Mən öz adımdan, Kübra xanımın adından. Daha bir təbrikimiz var. Daha doğrusu şad xəbərimiz var, mən sənə deyim. Demədim axı, mən Kübranın da adından təbrik edirəm. İmkan vermişsiniz danışmayın. Kübranın adından. Kübranın da adından təbrik edirəm. Amin. Böyük oğlan olasın. Öpürəm səni. Bu günləri daha bir şad xəbər var. Coşqunun əməkdar artistimiz Coşqunun qız nəvəsi doğulub bu günləri. Ay, mən o toyda olmuşam ha. Yəni toyda iştirak eləmişəm. Eyni zamanda bu günləri əməkdar artistimiz yenə də Rafaelin da dünən idi, ad günü idi. Ona təbrik edirik. Bir dənə də gəlsin ad günü.
Coşqun Babaoğlu, maşallah. maşallah. Canım mənim. Yəni mən həmişə deyirəm ki, Coşqunu o qədər çox istəyirəm. Mən elə biləm o mənim doğma bir dayım, əmim, elə bir istəyim var. Coşqun, təbrik edirəm. Gözəl babasan, gözəl atasan, gözəl ailə başçısan. Təbrik edirik. Rafael, Bütün sən də qonaqlarımızın təbrik adından, edirəm. öz Böyük adından oğlanlasan, təbrik sən də çox edirik. istəyirəm. İnşallah sizləri burada gözləyirik. İnşallah. Özdə Mütləq. bacıya atmaq söhbəti yoxdur ya, gələcəksiniz. Müşfiq öpürəm səni də. Hə, deməli, Nə deyirsən? cəriməmiz var idi. Biz bayaqlar bir oyun oynadıq. Təəssüflər olsun ki, Space telekanalının əməkdaşı Mikail qardaşımız uduzdu. Özəl əməkdar artistimiz Zaura. O ada görə uduzdum da əməkdar. Amma artisti, dəxli yaxşıdır. yoxdur. Gözəl insandır. Udar da insan, uduzar da. Onsuz da biz udanı da cərməliyik. O 50 uduzanı da manatın bir cərməliyik. dənəsini dedi ki, sənə verəcəm. Aha. Əslində. Vermədi o mənə. Yox, mənə bayırda verəcək, narahat olma, inanıram ona. Yəni 50 söz Ona görə yəni. Yəni bəli. Yəni dedi ki, sənin adıma görə ayıbdır. Mən də 50 manat sənə verərəm. Cərməmiz bilirsiniz Hə, nədir? pul paylırsınız. Ay yox, mən Cərimə verməliydim. İdmanla bağlı bir Mən şey. verməliydim, mənə pul. Ay qardaş, biz kulturist deyilik. Nə istəyirsən elə idmanla bağlı. Ay qaqa, mən- Amma bura Bir dəqiqə əsl deyəm. şoudur. Bir dəqiqə deyəm, Burada- mənlikdir, idman mənlikdir qardaşım. Onda- Nə lazımdır? Tamaşaçılar şeir istəyir. Şeir mütləq olacaq. Mütləq olacaq. Camaat- Mütləq Ay, olacaq. Əziz tamaşaçılar. Bir dənə sportivni şeir desin də tez. Partiyinin şeiri. Qardaşımsın. İdmanla əlaqədar Jimla tez bir aran şey. necədir? Jimla. Əla, əla. Əla. Onda həriyə 10 dənə jim. Getdik. Zaur. Getdik. Sən idmançı uşaqsın. Zaur da Zaur cavabına pencəyi çıxar görə. Zaur. Hə? Zaurun da Ay cavabına qardaşlar, görə idman 10 dərsinə Zaurun gəlmişik ürəyindən oldu be biz. bugünkü verin. Nala ki. Sən Gəl şeydən deyək, oynayaq. Hə, bu idman nədir axı bu? burası səhər şousudur. Səhər şousunda idman da lazımdır. Gəl birinci Ürəkli olun da idmanımızı uşaqlar. eləyək, Gəlin. daha sonra davam eləyək. Şort da var. Hər şey var. Sən hop hop. Hə? Əziz tamaşaçılar, diqqətli olun. Bir də şey bu arada xatırladım ki, Instagram Bu sayılır səhifəsinə da. yaza bilərsiniz. Amma Novruz Mikailin İsmail bir pencəyə şəkildə çox bütün xoşuma gəlir. suallarınızı. Bir Gəlin əzizlərim. Bu verilişə bir gələn sevinir, bir də gedən sevinir. Gələn sevinir ki... Hə, buyurun da gəlin. Orada eləyəcəksiniz işimi, qardaşım. 10 dənə, həriyə 10 dənə. 10 dənə. Həriyə 10 dənə. Yaxşı sonra. Ya Allah. DJ-dən bir yaxşı bir musiqi gəlsin. Elə burada. Mən bir də verişə gəlməyəcəm. Mən bir də... De, getdi. 1, 2, 2, 3, 4, 5, 6, 6, 7, 8, 8, 9, 10. Ay, Malaket. Mikail dayanmır. Sağ ol. Qardaş, ay qardaş, Yüreğimdə. qardaş dayan. Qardaş, ay Bursan dayanmır. Qardaş dayan. Bravo. Əla. Hə. Zar, sən belə Zar. jim eləyə bilərsən, gör nə deyirəm. Elə bir sən jim eləyirsən, mən də sən Belində otururam. belində otururam. Elə eləyə bilərsən. Nə olar, qorxursan? Ya, balaca oturacaq, belə oturacaq, çıqqılı. 30 kilo xanımdır bu. Aa! 1, 1, 2, 3, 4, bravo. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. əli özdə yumruqla bax. Bravo! Bravo! Ağda. Bravo, Bravo! uşaqlar. Bravo! Halaldır. Halaldır sizə, qan elədiniz, həqiqətən. Dağıtdınız ailəmi. Kur'anla gemizliğini. Hüseyin oğul bacılarım bu saat öz məharətlərini göstərəcəklər. İndi isə əziz tamaşaçılar qaydasız döyüşə keçirik. Qaydası döyüş axırda. Bir-birimizin ağzını, üzünü görünə görə qoyacaq verişin axırına qədər. İndi Darıxmayın. isə xanımlar divara dırmaşacaq kim tez olsa da. Bəlkə Zaur elə indi isə oxuyasan. Mən oxuyuram. Bəli, sən oxuyasan biraz bizdə Gelsin bir güzel mahnı. Amma Gözəl bir mahnı bir şeyə gəlsin. xahiş eləyəcəm. Ha. Zaurun indiyənə qədər estradla mahnıları daha çox olub. Amma Neyse. ən çox sevdiyim bir gözəl mahnısı var. Qazaxda da ay bala. Aa xudalar. Gətirirsən o bəh, bəh, mahnını. O gəlir indi. Eşq Gəlir, olsun. gəlir. Onda Gəl, indi gəlsin. gəlsin. İndi Qazaxda mahnısı bax indi hal-hazırda gəlsin. Dinləyək.
Nikahı rəqs edəcəyəm. Biraz yol uzundur, 450 kilometrdə Bakıya qədər Elə Qazaxıstan. belə başa Çatır. gəlmir. Hamımız Rəqs oynayacağıq. Bir saat da Hamımız çatacaq. Mən niyə Mikaili qaralamsan, başa düşə bilmirəm. Mən ömür boyu qaralayan mənəm. Səni mən sevimli şovda yaman günə qoyumsan da bax. Razıyam. Görək də, Darıxma. görək də. Kübra icazə versə gedəcəm. Redaktorumuz Kübra Kübra- Niyə icazə icazə versə. vermir? Kübra bacı icazə Hə, verər. bayaqçı qız. İcazə verir, bayaq- icazə Tamam. verir. Canlı yayımdan xoşum gəldi. Canlı yana xoşum gəldi. Əladır. El bilir ki sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Min Qazaxdan köhlən ata, yalmanına yata yata, atqan tərə bata bata, göy yaylaqlar belinə qalx, Kəpəz dağından göy gölə bax. Hörmətlidir ay balam biz tərəflər, qonaqlıdır ay balam biz tərəflər. Süfrəsində ay balam nə var tötər ay balam, elli balam ay balam dərdindən. Bir eline ay balam tamam çeker, bir eline ay balam tamam çeker. Bir gözüne ay balam qonaqdadır ay balam, bizim dağlar ay balam Qazaxdadır ay balam Möhtəşəm, möhtəşəm. Ey tamaşaçılar, reklamlara bağlanırıq. Reklamlardan sonra Əsil Show'da görüşürük. Şoya Lizer kalbasalarının baş sponsorluğu ilə baxırsınız. Azərbaycanın bütün marketlərindən Lizer kalbasaları və sosislərini əldə edə bilərsiniz. 90-dan artıq çeşidi var. Bura hissə verilmiş servilat, doktor Maşa ayı,
və sairə kolbasalar daxildir. Bu məhsullar Rusiyadan gəlmiş texnoloq və mütəxəssislər tərəfindən hazırlanır. Lizer kolbasaları mükəmməl dad, yüksək keyfiyyət deməkdir. Telefon nömrələrini xatırladım. 050 201 02 91 012 465 69 07. Digər sponsorumuz, verilişimizin digər sponsoru Aerotur Turizm şirkəti. Dünyanı rahat şəkildə gəzmək istəyirsinizsə, məhz Aerotura müraciət edin. Bütün istiqamətlərə aviabilet və otellərin sifarişi Şengen, Amerika, Britaniya və digər ölkələrə vizaların alınmasını təşkil edir. Bundan əlavə dünyada 100-dən artıq şəhərində qarşılanma və yola salma bu turizm şirkəti tərəfindən həyata keçirilir. Ünvan Azadlıq prospekti 201H-da yerləşir və bir kampaniyanın nəzərinizə çatdırın. Bugünə olan kampaniyadır bu. Aeroturda misli görünməmiş kampaniya. Maya dəyərindən ucuz satışlar. Yalnız bir gün xoşbəxt saatlar kampaniyasına qoşulun. Turizmlə əlaqəli hər şey aviabilet, turpaket, transfer, otel, viza və çox ucuz qiymətə sizə təklif olunur. Yalnız 25 apreldən səhər saat 10-dan başlayaraq artıq zəng vura bilərsiniz. 6-ya qədər zəng edib və yaxud da ki Facebook səhifəsinə yazaraq kampaniyadan yararlana bilərsiniz. Telefon nömrəsini xatırladım. 012 408 43 73 050 265 43 53 və Facebook ünvanı aerotur.az. Davam edirik. Növbəti sponsorumuz Təmiz Pərdə şirkətidir. Bura zəng edirsiniz, əməkdaşlar gəlir, pərdələri çıxardılar, yollar, ütülürlər. Hər bir şərait var. Təmiz pərdədə istədiyiniz zövqdə uyğun İtaliya və Türkiyə istehsalı olan pərdələri də sifariş edə bilərsiniz. Təmiz pərdədə ünvan 7-ci mikrorayon, Azadlıq metrosunun yaxınlığı. Telefon nömrələrini də artıq gördünüz efirdə. Və növbəti sponsorumuz bizim gözəl sponsorumuz Oskar günə baxan tumlarıdır. Oskar deyirəm, Oskar günə baxan tumlarıdır. Oskar günə baxan tumları tərtərdə istehsal olunur. Məhsul tam gigiyenik qaydalara riayət olunaraq əl dəymədən qablaşdırılır. Oskar tumları aprelin 1-dən başlayaraq müddətsiz və bol hədiyyə kampanyasına start verilir. Mən istəyirsən o hədiyyələri paylayayım, sən növbəti sponsorları deyil. Mən üzr istəyirəm, mən istəyirəm fürsətdən istifadə edeyim. İstəyir təşəkkür edeyim. Buyur. Mansur oxuyur da bizim pəncərədən daş gəlmasını. Mən tanımıram o. Şikəst qoyduğuna görə mahnını mən ona təşəkkür eləmək istəyirəm. Oxuyur DJ Mansur. Yox, Mansur. Nə çıxıb sizə? Və əlbəttə digər sponsorumuz saç sökülməsinə və baş dərisində olan xəstəliklərə artıq son uzun illər Türkiyədə fəaliyyət göstərən Bitki Dərman Saç Bərpa Mərkəzi artıq Bakıda fəaliyyətə başladı. Saç müalicə dəstinə 8 məhsul daxildir. Məhsullar tam təbiidir, tərkibi 22 növ endemik bitki qarışığından ibarətdir. Eləcə də Bitki Dərman brendinin lasyon və kremləri tam təbiidir. Sizin dərinizi gözəl, təravətli və sağlam qalması üçün effektiv vasitədir və mükəmməl vasitədir bu. Eyni zamanda kampaniya aparırlar. Yazın gəlişi ilə bağlı aprelin 3-dən 25-nə kimi saç dərisinin müayinəsi pulsuzdur. Ünvan Mirzəbala Əhmədzadə küçəsi, ev 6, mənzil 51, Nərman Parkının arxası. Telefon nömrələri 055 392 67 00 012 567 34 75. Facebook ünvanı Bitki Dərmanı Bakıda. Və Rama xanım, necəsiniz? Neyinirsiniz? İşləriniz necədir? Şükür, yaxşıdır. Artıq mahnı ifa eləmirsiniz. Efirlərdə mahnı ifa eləmirəm, amma Eləmirsiniz. bildiyinizə görə qadın Xına məclisləri, xına yaxdı, mərasimlərində. paltar pişdi. Yəni bu şeylərdə oxuyuram da, oynayıram da, şeir də deyirəm Mikail kimi. Biraz da nə, amma Bəlkə mən də bir şeir şeirlər deyəsiniz deyəcəm. bizim üçün. Düşün deyim, indi o abu-havada deyirəm deyə. Biz o bu-havanı yaradarıq sizə, heç narahat olmayın. İnşallah gələn səfər, əslində artıq biz Bəxtiyar Bəhabzadənin ana şeirini zəbs eləmişik. Çox gözəl. Başqa gəlinə aid şeirlərimiz var, xınaya aid şeirlərimiz var. Bunları zəbs eləmişik. Amma canlı inşallah yaxınlarda səydə bilirəm ki, mən tez-tez Bacı, çağırım. bura sənindir. Nə vaxt ürəyindən, könlündən şeir istədin demək. Elə gəlb şeiri deyirsən, gedir. Yaxşı, Biz buradayıq. gözümüzdə. Onda qoy Mikaildən gəlsinlər. Mən bir şey də deyim. Sən bazarın başqa, İşləriniz mənim bazarım ümumiyyətlə- xınadı qadın məclisləridir, kişi məclislərini götür. Rama xanım, işləriniz necədir? Bu xına yaxdı işləri məsələn davam eləyirmi? Yaxşıdır hər şey. Davam edir, gözəl dizaynlar Müraciət edə sifariş bilərlər də eləmişik. bütün Ay, çox sağ ol. bizi izləyənlər, tamaşaçılar, əgər xına yaxdığını gözəl keçməsini istəyirsən, məsələ Ay şey mən Rama xanım, mən çünki Rama xanımın xətrini çox istəyirəm, özü Təşəkkür bilir. edirəm, Novruz, təşəkkür edirəm. Biz isə Rama xanım bayaqdan danışmaq. Bir dəqiqə Özdə xahiş. mən də bax Xuraman xanımdan gedirəm. Gəl bəy, bir dəqiqə. Yəni biləsiniz, əgər istəyirsinizsə Xuraman xanımı, böyründə də bonus mən də gəlirəm. Səidə xanım. mən də gəlirəm axıran Nə olur? təhlükəsizlik xidməti. Xuraman xanım səhərdən danışmır, qoy biraz danışsın, xahiş edirəm. Xuraman xanıma cəriməmiz var. danışın.
Danışın, cərməmiz var. Ha. Nə cərməsi? Yazıq Xuraman. Radara düşüb deyəsən. Ümumiyyətlə biz qardaşlarımızı cərmələdik. Azə Amma Mikaildə Xuraman bir xanımı dənə heç şey cərmələmədik. deməlidir. Necə cərmələyək Xuraman xanımı? Yəni ki, Xuraman xanım cərimə eləyər, Aha. Mikail də qəşəng şeir desin. Cərməni eləyək də onda. Hə? Cərməni eləyək, dərhal Eləyər sonra cərimə. şeirə Nədir Xuraman cəriməsi? Xuraman xanımın cərməsini özü bilir. Ay, ay. Bu kim içindir? Ay Allah nəsib eləsin ay Səidə. Mənə İnşallah, toyunda Səidə. doğrudan tərif olmasın. Allah and olsun. Yəni xınayaxtını mən çox niyə gəlirlər? Məni istəyirlər. Çünki deyirlər ki, şükürlər olsun, ailən bir nümunəvi ailədir. Gedən kimi evladın olub dalbadal işlənə. Biz də Allah istəyirik ki, saxlasın. əlin düşərli olsun, billi əlin düşərlidir. İnşallah, Səidənin İndi mən istəyirəm toyunda. əlin düşərli olsun Səidəyə. bəh, Səidənin bəh, inşallah xına yaylığını örtün başına. Nə qədər şirin Amin, 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 amin. Amin, amin. Eşitcək gözləri dolur. Titrədir sədası, deyim hər kəsi. Bağzalı çalınır, Bəh, ana bəh, bəh. ağlayır. Ay nə gözəl yaraşdı. Vallahi çox gözəl yaraşdı. Türklərdə qızıl verirlər. Xahiş edirəm, o da verin. Bəlkə. Eybi yox. Hə, Mikail bir dənə şeirdir. Sən elə şeirdir. Fərqi yoxdur, denə gəlsin. Bizə Gəl bura abi, səni görüm də o qəşəkdir səni. Sənə aid deyil, da bu nakam Nakar sevgiyə aiddir də. olsun, olsun. Hə də hə, yarım yanlar Biri çəkir. yarayır, biri yaramır. Olar mən bir dənə şeir deyim tez. Tez bazar, tez bazar. Bir dənə. Bir dənə zəhmət olmasa. Tez eləyin, zəhmət olmasın. Ay uzun saç qara göz. Ağıllı kuklam mənim. Ağıllı kuklam mənim. Sən davam et. Sən nə tezdən Hə, onun davamını deyin. qışqırıb banlayırsan. Ay Səidə. Ay Səidə, sən bizim canımızsan, gözümüzsən, ürəyimizsən. Muratımızam Muratımızsan, qaqaşımızsan. İndi isə Mikailin bir möhtəşəm şeirinə alqışlar gəlsin. Qəşəngdir. Səsim yaxşı gəlir də bunda, hə. Bir pilləkənə açılardı qapımız. Bir pilləkənə. Salam deyərdim. Salam deyərdim səhər, axşam. Ürəkdən gələn sevincimizi, ürəyə çökən kədərimizi belə bilərdik. Belə bölərdik. Bir gün tanımadığım, tanış olmadığım adamlar ayaq açdı sizə. Bir gün salam, yox. Mənə elə gəldi ki, sən mənə ayrı söz dedin, ayrı söz. Elçilər gəlib, nə deyim? Hərmi istəyirlər, nə söyləyim? Bir gündə ağ duvağın altından baxışlarınla salam verdim. Baxışlarımla salamını aldım, yox. Sənə yaxşı yol arzuladım. Ağır günlərim həyatda çox olub. Amma o günü, sənə yaxşı yol arzuladığım günü ən ağırı sayıram, ən ağırı. Evlənmək qaçmır ki, qoy bir işləyim, ev-eşik düzəldim, evlənərəm də. Evlənmək qaçmır ki, deyirlər gərək arvadın heç nədən korluq çəkməsin, onun bunun arvadına baxıban köks ötürməsin, bu düşüncələrdirmi gözlərimə bağlayan, ağlımı çaşdıran, qəlbimi qapıyan.
evlənmək qaçmır ki. Yox, qaçır. Özü də sürətlə qaçır. İndi işləyirəm, evim, eşiyim, abadanlığım, amma kimə gərək? Nəyə gərək? Unutmaq istəyirəm səni. Unuda bilmirəm. Ümidim illərə gəlirdi, amma yox, illər də səni unutdura bilmədi. Bir pilləkəni açılardı qapımız. Daha indi açılmır. Çox sağ ol. Sağ ol Mikail. Kimin Sözlərim sözdə? özünə məxsusdur. Mikail'in özünündür. Bravo. Mən Deyəcəm. Mən sizə bilsəydim, Eminə də sözünü kəsirəm. Eminə də bir alqış gəlsin. Halal gəlsin, quşlarla. gəlsin. Mikail oxuyan kimi bildim ki, özün şeirdir. Çox qəşəng. Ağlaşma tutdu Şeir məni. yerini gözləyirdim, nəsə gəlmədi şeir. Şeir Yaxşı onda. Bunlar məni Amma öldürürlər. gözəl sözlər idi. yo, doğru. çox gözəl sözlər idi. Orada mənalı kredit, sözlər o idi. birisi bəndlərdə kredit zadda var idi, borc xərcləsin. Onları Mikail, silmişəm də bax, göstərdim. necə görsənir? Gör necə gözəl görünür. Gözəl, Bravo, gözəl. Bir alqışlayın. Aman xan, dərin təşəkkürümü bildirirəm. İnşallah Sən nə yoxsan? Bu Xuraman hansı qızdır? Xurama deyib yanımdakı. O cizgi filmi var, Carlson. Carlson. Hə. Orada şeydə ventilator Hə də Tom Jerry, hə. Ventilator. Orada Bunlar təzədirlər, biz biz köhnələrdəyik. Orada məstan olur arvadın. Allah sizə rəhmət eləsin. Bəli, bəli. Topmuş Onu məsnan ki. oxşadım, Madam Bəli. Pompom. Baydan pom pom. Madam Pompom. Bəli, Xurama. indi isə Qəşəngdir. Zaur Sağ ol, Əmrəxanovun Xurama. ifasında gözəl bir mahnı gəlir. hara getsin? Gözəl bir mahnı gəlir. Səni gördüm ilk dəfə Nəzərim sahilində uzanıb qumun üstündə baxırdım tənha yelkənə ürəyimə düşdü od soyutdu onu tampon görüşməmiz imkansız ayrılıq gəldi zamansız Səni gördüm ilk dəfə Nəzərim sahilində uzanıb qumun üstündə baxırdım tənha yelkənə ürəyimə düşdü od soyutdu onu tampon görüşməmiz imkansız ayrılıq gəldi zamansız Mən моря, сами рыбачка, мен рыба Ты на суше, я на море, мы не встретимся никак Сен морячка, мен моря, сами рыбачка, мен рыба Ты на суше, я на море, мы не встретимся никак Görüşmek anı geldi, itiraf zamanı geldi Denizde koptu bir tufan, gemisiz kaldı kapitan Sevilen sözün sana, diye bitmedim gene Yüreğimde kaldı, arzum yanmadı, kale kurduzum Sen морячка, мен моря, sen рыбачка, мен рыба Ты нас суши, я на море, мы не встретимся никак Sen морячка, мен моря, sen рыбачка, мен рыба Ты нас суши, я на море, мы не встретимся никак Sen морячка, мен моря, sen рыбачка, мен рыба Ты нас суши, я на море, мы не встретимся никак Sen морячка, мен моря, sen рыбачка, мен рыба Ты нас суши, я на море, мы не встретимся никак
рыбачка меларя, sen рыбачка рыба, и на суше я на море, мы не встретимся никак. Sen морячка меларя, sen рыбачка рыба, и на суше я на море, мы не встретимся никак. Sen морячка меларя, sen рыбачка рыба, и на суше я на море, мы не встретимся никак. Sen морячка меларя, sen рыбачка рыба, и на суше я на море, мы не встретимся никак. И на суше я на море, мы не встретимся никак.